Qoyunda qazanc zad yoxdur, əziyyəti də çoxdur deyənlər. Mövcud vəziyyətə görə hardasa sizinlə razıyam. Amma bir gəlin araşdıraq. Lap lazımdırsa bir dünyaya səyahət edək. Görək bu başqa ölkələrdə də belədirmi? Yoxsa onlar qazanır və qazanırsa bizim etdiyimiz səhvlər nədir ki, qazana bilmirik? Mən hər zaman olduğu kimi araşdırmalara davam edirəm. Tapıb öyrəndiklərimi də hər zaman paylaşıram. Lakin bu dəfə başqa bir ciddi məsələ var ki, bu da belə fərdi olaraq çətin məsələdir. Buna ya dövlət əl qoymalı, ya da ciddi bir biznesmen sahibkar. Əslində bu kənd təsərrüfatının yeni layihəsində qoyunçuluğa qoyulacaq investisiyaya bir təklif də ola bilər. Məsələ nədir? Bugün bizdə qoyundan qazanc sadəcə baladır. Amma dünya ölkələrində balaya ekstra bir qazanc kimi baxırlar. Çünki əsas gəlir süd üzərindən qurulur. 8 ay laktasyon olur, 3-4 litr süd verən qoyunlar saxlayırlar. İldə bir doğum edirlər. Lakin bir doğum olduğuna baxma. Tək doğan qoyun nadir olur. Ekiz və 300 doğurlar. İndi özün təsəvvür et, ortalama lap 2 litr yarım süd versə, bir ayda 75 litr, 8 ayda 600 litr süd eləyir. Bunun da lap belə ən aşağı qiymətlə 1 manat hesablasan belə, yenə bir qoyun 600 manat pul gətirir. O balalar da sənin xərclərin olsun. 50 qoyun saxlasan kiçik bir həyat təsərrüfatında belə qapalı şəraitdə bu 30 min manat edər. Bir ildə aya böldüyündə 2500 manat edir ki, bu çox gözəl bir məbləğdir. Ölkəmiz üçün uyğun olan süd qoyun cinslərindən İspaniyanın Asaf cinsi və Fransanın Lagun cinsi və yaxud da ki, qardaş Türkiyənin Sakız qoyunu cinsləridir ki, təklif edərdim bu çox sayda Azərbaycana gətirilsin və ailə təsərrüfatçılarına faizsiz kreditlə paylanılsın. Süd pendir zavodları da normal qiymət ilə südü təsərrüfatçıdan alsın və imkanı olub öz südünü istehsal edib bazarlaya bilənə lisenziyalar verilsin. Necə onu da izah edib. Mən Avropada bunu öz gözümlə gördüm. Bir adamın həyətində cəmi 10 keçi var idi, 2 inək. Amma adamın həyətində pendir emalatxanası var və bir marka idi. Öz adı, öz etiketi, özü satış edirdi. Bunun da öz ölçüləri, qaydaları var. Hansı şərtlərdir onu da təmin edib ölkədə həyata keçirsələr, ölkədə kənd təsərrüfatına insanlarda daha da çox maraq oyanacaq. Əvvəlcə gedək İspaniyaya Asaf qoyunu haqqında məlumatlar öyrənək. Asaf qoyun cinsi böyük bir süd torbasına sahib olduğu üçün otlaq üçün çox əlverişli deyil. Yəni uzun yol getmələri verimliliyi aşağı sala bilər. Bu qoyunlar qapalı və yarım qapalı şəraitdə yaxşı nəticələr verir. İstiyə dözümlüdür, yunlu bir cinsdir. İldə 2 dəfə qırxılması məsləhətdir. Süd torbası çox böyük olduğundan məmə ucları normal qoyun kimi aşağı deyil, yanlara baxır. Əl sağımı biraz zəhmətli ola bilər. Bu cinslər çox sakit heyvandır, insana yaxın, insandan ürkməyən qoyunlardır. Asaf qoyunu ekizliliyi 1.8%'dir. Yəni 100 qoyundan ortalama 180 quzu almaq, amma Asaf quzuları canlı ağırlığı normal iri quzular olur. Sürətli inkişaf edirlər, xəstəliyə dözümlüdür. Özlərini az qoyan quzular deyil, 5 ayda 40-45 kiloya çata bilirlər. Asaf qoyunları normal olaraq 7-8 ay sağılır. Yaxşı baxılarsa, növbəti doğumuna 1 ay qalana qədər sağıla bilər. 2 litrdən az süd verəni yoxdur. Normal baxımda ildə 800 litrdən 1000 litrə qədər süd almaq olur. Çox vacib bir məlumat var, bunu bilmək vacibdir. Asaf qoyunun məmələri yan tərəfə baxdığına görə yatanda yerdən xəstəlik keçə bilər. Ona görə də qoyunları sağıma az gətirilir. Sağdıqdan sonra yemləməyə göndərmək lazımdır ki, ən azı 1 saat yatmasın. Çünki sağımdan sonra məmə ucları açıq qalır. 1 saat müddətində tədricən bağlanır. O yüzden sağımdan sonra ən az 1 saat yatmamalıdır və sağıldıqdan sonra məmələri dezinfeksiya olmalı. Çünki yatmasa belə məmələri yana baxdığından qılçalarına sürtünüb mikrop götürə bilər. Hər gözəlin bir öyübü olduğu kimi bu da Asafın zəif nöqtələridir. İndi keçək fransızların Lagun cinsinə. Lagun Asafdan fərqli olaraq yunsuz bir cinsdir.
Qarın altı tamamilə yunsuz olur. Çox vaxtlar qırxmağa gərək olmur. Yununu özü tökür. Bala verimi Asafdan üstündür 2.2, yəni 100 qoyundan 200 bala. Lakin süd verimi Asafa görə biraz azdır. İldə 400-600 litr arası, amma yağlılığı Asafa görə çox yüksəkdir. Belə ki, süd satacaqsansa Asaf gəlirlidir, pendir satacaqsansa Lagun. Məmə forması normal qoyun kimidir, amma torba böyük olduğundan otlağa çox yararlı deyil. Həm də qapalı ya o yüzden uyğundur ki, bu heyvan istiyə çox dözümlü deyil. Mənfi 20 dərəcə, müsbət 20 dərəcə arasında heç bir problem olmaz. Lakin bərk istilərdə dözümlü deyil. Asafdan üstün bir fərqi var ki, Asaf ildə bir dəfə qoça gəlir, sentyabr ayından sonra havalar sərinləşdikdə, lakin Lagun ilin istənilən vaxtı qoça gəlib, ildə 2 dəfə də doğum edə bilər. Quzuları Asaf quzularına baxanda biraz zəif olur, hərəkətsiz olur. İlk bir ayda çox baxım tələb edir, lakin sonradan sürətlə inkişaf edir. Asaf quzuları kimi 5 ayda 40-45 kiloqram çəki verir. Son nəticəyə gəldikdə iki cinsdə qazanclıdır. Seçimi bölgənə görə et. Daha isti zonada yaşayırsansa Asaf seç, biraz soyuq bölgədə olursansa Lagun. Bir də qardaş Türkiyənin bir yaxşı cinsi var ki, saqqız səsləndirirlər. Bu cins də bizim bölgəyə uyğun olaraqdan yaxşı süd cinsidir. Tək süd deyil, bala sayı bu iki cinsdən yüksəkdir. Çox zaman 300, 400, 500 doğur. Süd verimi də 1.5-2 litr olaraq çox münasibdir. Bir də Avropa cinslərindən fərqli olaraq biraz iri cüssəli və biraz da yaraşıqlı bir qoyundur. Bu cinsin də ölkəmizə geniş yayılmasını çox istərdim. Ümumiyyətlə başa düşmək lazımdır ki, təsərrüfatçıya qazanmaq lazımdır. Yox, yerli cins əti belə dadlıdır, nə bilim nə. O qəssab gəlib sənlə qoyun otarmır ki, nə bilir zəhmətini. İkinci də araşdırmışam da, özüm yemişəm də, heç bizim quzulardan fərqli deyil. Uzun quyruq cinslər də əti dadlıdır. Hələ əksinə sağlıq baxımından daha məsləhətlidir. Çünki uzun quyruqlarda xolesterol yoxdur. Bunu da həkimlər çıxıb ifadə edər yəqin ki. Məsləhət deyil də təklif edərdim ki, bu araşdırdığım cinslər Azərbaycana çox sayda gətirən olsun. Xoşça qalın, sağlıq olsa bir də görüşərik. Allah amanında.